İstanbul şartlar bize bir vermesi koyalım. Hörmətli tədbir iştirakçıları, hörmətli ziyalılar, hörmətli əsər sevərlər. Bu günləri Borçalı Cəmiyyətinin təşkilatçılığı ilə məlumatlaşdırmaqla Azərbaycan ziyalılarına əvvəllərdən necə dəyər verilirsə, bu gün də onun davamı olaraq bizim hörmətli ziyalımız, hamımızın sevimlisi Əsəd Cahangir 60 yaşı astanasındadır. Azərbaycan Yaşlılar Birliyi İdarə Heyətinin üzvü, görkəmli şair, tanınmış tənqidçi, alim, bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, hamımızın sevgisi, xalqın sevgisi, xalqının millətinin arasında olan və ədəbiyyatımızı güdürməyə qoymayan, onu öz yolundan çıxmağa qoymayan, onu həmişə düzgün istiqamətləndirən və şairlərimizə, yazılarımıza həm dəstək, həm də onlara bir yol göstərən bizim böyük ziyalımız, böyük qardaşımız, bizim dəyərli, hamımızın sevdiyi bir insandır ki, Əsəd Cahangir. Bugün biz onun işığına yetişmişik. Biz Əsəd Cahangiri sevə-sevə və Əsəd Cahangirlə bir yerdə ola-ola bu günü keçirəcəyik. Bugün burada dəyərli ziyalarımız iştirak edir. Mən hamınızı salamlayıram. Salamlayıram görə ki, siz əsl ömrünü, həyatını, mənəviyyatını ədəbiyyat yolunda qoyan, ədəbiyyatımıza sərf edən, başqa sərfə getməyən, var dövlət dalıyca qaçmayan, onun varına, dövləti də hər bir şey ədəbiyyatdır, mədəniyyətdir və xalqımızın ədəbiyyatına, mənəviyyatına həmişə bir arxa dayan olan, bugün də böyük bir
qoşqurlarından biri olan Əsəd Cahangiri gəlin ürəkdən bir alqışlayaq sizin alqışlarınızla bu gözünü mübarək edir. Allah mübarək etsin. Çalı məclisləri, üstadların sazınla, sözünlə asılır. O əməlliyə sadiq qalaraq biz də bugünlər bizim çox hörmətli Ramin Qarayevi gəlin bir ürəkdən alqışlayaq. Türkiye'nin sayın Cumhurbaşkanı, yeryüzünden İslam'ın dayağı, Türklüğün yıldırımı, ədaletin bayrağı olan Cənab Rəzət Tayyip Erdoğan'ın Füzuli Hava Limanına gəlməsi şərəfinə hörmətli Əsəd Cahangir görəklədir, tərəfindən ərz edək, sözünə sağlıq. Sayın hocam,
olub, sən kimsən kim? Andı əzəl sözü hakim, Məhəmməd İsa İbrahim Adəm xoş gəldin, xoş gəldin. Hörmətli məclis üzvləri, hörmətli ziyalılar, bugün bizim məclisimizdə Əsəd Cahangir'in həyat yolunu və onun sənətini dəyərləndirmək üçün, kiçik məruzə eləmək üçün bizim hörmətli Salidə xanım Şərifovaya, Azərbaycan Rusiya Akademiyasının üzvü, professor ziyalımız və ən başındasında bizim Borçanlı gözəl el qızımızdır. Onu bir ürəkdən alqışlayaq ki, bizim əsl belə bir alimimiz var. Əsəd müəllim liselərinin problematikasındakı həmin xüsusiyyətləri toxunarkən onu açmamaq, bir fikirlə açmamaq istəyərdim ki, məsələn, Əsəd müəllim hamımızı düşündürən yaxşı pis anlayışını, münasibət və həmin liselə münasibət bildirərkən göstərir ki, hər köhnə pis, hər yeni də yaxşı deyil. Yəni bunlar zamanın axarında özünün həqiqi meyarını tapır, zamanla əsas həll edici rol oynamır. Yəni zamanla keçici bir xüsusiyyətə malikdir. Bütün bu fikirlərdə Əsəd müəllimin həmin esselərində fəlsəfi düşüncəsini sənətkarlıqla təhlil aparmaq sənətkarlığının göstəricisidir. Əsəd müəllimin yaradıcılığına nəzər saldıqda onun bir əvvəl var, bir sonun axır var deyirlər. Söz, səs, dəmirbaşlar, aprel tezisləri kimi esseləri, akademik Nizami Cəfərovu qələmə aldığı, Füzulidən Vakifə qədər monoqrafiyasında yazdığı dəyərli tədqiqat əsəri adlı resenziyası, yeni əsrin iqtidası, silsilə məqalələri, saç, qara saç, kim yazmış ki oya, 13-cü gecə, gəldim Türk ədəbiyyatının lingvistik poetikası adlı kitabları və s. bu siyahını artırmaq olar. Yəni bu onun yaradıcılığını əks etdirir. Və biz bu yaradıcılığı oxuduqca, məsələn, oxuduqca onun yalnız bir ədəbiyyatşünas kimi ədəbiyyatın incəliklərinə vardığının şahidi oluruq. Həm də xalqımızın qan yaddaşına, tarixi keçmişinə dərindən bələd olduğunu şahid oluruq. Məsələn, gəlib Türk ədəbiyyatının lingvistik poetikası kitabını mütaliə etdikdə, Mahmud Qaşqarlının Divan-ı Vədi Türk əsərini haqqında yazdığı bu kitabda biz həmin əsərini həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından təhlil etdiyini şahid oluruq. Burada Mahmud Qaşqarlının, yəni gəlib Türk ədəbiyyatının nümayəndəsi olan Mahmud Qaşqarlının şeirlərinin, dil, üslub və bəzi xüsusiyyətləri həmin əsərlər geniş şəkildə tədqiq olunur. Nəyə görə bu kitabın üzərində üstü dayanır? Ona görə ki, bu yalnız ədəbiyyatşünaslarının deyil, həm də dilçilik sahəsinin mütəxəssislərinin belə vara bilmədiyi bir sahədir. Əsəd müəllimin elmi yaradıcılığına yanaşı, onun ədəbi yaradıcılıqla da məşğul olduğunu şahid olur. Bu da onun iki istiqamətdə fəaliyyətini inkişaf etdirdiyini göstərir. Belə ki, Əsəd müəllimin qələmə aldığı namaz, xarı günlər, o adam kimi poemaları və qələmə aldığı digər poetik nümunələr onu göstərir ki, Əsəd müəllim yalnız biz ədəbiyyatçılarının, yazıçılarının, dramaturqlarının, şairlərin əsərlərinə münasibətini bildirmir.
həm də özündə bədii yaraşıqla məşğul olur. Bu gözəl məclisdə bizim bir nətərdir, ağsaqqalımız, ziyalımız, həmişə şairlərlə bir yerdə olan, yazıçılarla, qələm adamlarla, özünü də bu yaxınlarda Zəlimxan Yaqubla bağlı yazdığı o xatirələr kitabını biz təqdimatını keçirdik. Eşrəf Həsənov bizim Borçalının Qarayazının ən salib seçilən ziyalarından biridir və bizim böyük qardaşımızdır, Əsəd Cahangir'in ən yaxın dostu. Buyurun Eşrəf müəllim. Sizi bir Eşrəf müəllim bir almışlayaq. Çok sağ olun efendim. Herkes Borsalılar, aziz dostlar, herkes salamlayalım. Bugün doğrudan da çok güzel bir gündür. Bizim hamımızın sevdiğimiz Əsəd Cahangir'in 60. yubileyi. Bu yubiley dolayısıyla ben Əsəd Bey'i tebrik ediyorum. Bunun üzerine can sağlar diliyorum. Bizim hürmetli Sadık onun yarattığı hakkında etraflı danıştı. Bugün Əsəd Bey'in Azərbaycan Yazılar Birliği'nde belli tercihlerle ədəbiyyatlar sayesinde rəhbərlik edir. Özü təbliğçi kimi büyük Azərbaycan ədəbi mühitində tanınır, sevilir. Şair kimi sevilir. Onun birçok şeylerini okumuşluğu sevmiş. Ben asıl deyim ki Əsəd Bey'in əvvəl imzasını tanımışam. Onun şeylerden okumuşam. Ədəbiyyatında olan yazılarını okumuşam, sevmişəm. Sonra özündən tanış olmuşum və büyük bizim Əsəd müəllimə böyük bir məmnuniyyət, böyük diqqətimiz var. Əsəd müəllim mənə Məqsəd xanım dedi, 60 yaş. 60 yaşları nədir ki? Qarşıda gözəl illər var, ölülər günlər var. Və insanın da yaradıcılığının ən gözəl öyle ilə mən əldə hesab edirəm ki, 60'dan sonra olurlar. Biz Əsəd müəllimə daha yollar arzu ediyorum, can sağlığı arzu ediyorum. Ben de koşuram o almışlara ki Allah 90 yaşlı, 100 yaşlı qeydiləməyinize nəsib eləsin. Gözəl bir okuyorum. Tabii ki de. Sağ olun. Hörmətli məclis üzvləri, bugün Əsəd Cahangir işığına yerləşmişim. 60 illik bu gözəl yubileydə bizim Borçalımızın, Gürcüstanın hörmətli ziyalılarından biri olan dövlət işində işləmiş, hətta Şirinazı ilə bir yerdə işləmiş. Bu günlərdə bizim Azərbaycanda tərcümənin dayağı olan Gürcüstanla elə bir ki, bizim tərcüməmizin burada dayaq nöqtəsi İbir müəllimdir. Allah onun canını sağ eləsin. Önce her güzel soydaşlarımı, güzel yurttaşlarımı, səni də salamlayıram. Eyni zamanda mən Əsəd müəllimi də təbrik edirəm 60 illik yubileyində bu gözəl münasibətlə. Ümumiyyətlə, yazıcının həyatında, tənqidçinin həyatında 60 il doğrudan da çox maraqlı bir dövrdür. Çünki Əsəd müəllimin belə nümunəsində burada çıxış məndən də başqa şeylərdə qeyd etdilər. Onun yaradıcılığı iki hissəyə bölünürlər. Publisistik xarakterli, çünki tənqidin özü publisistikə aiddir və bədii ədəbiyyat. Bədii ədəbiyyat ümumiyyətlə gəncliyə göstərir. Çünki gənclikdə insanda etiraz, insanda həyat eşki daha güclü olur deyə. Bədii ədəbiyyatı da bu lazımdır. Bədii ədəbiyyat gəncliyi üstündə daha çox götürər. Amma publisistika yaşa publisistika daha çox yaşa götürür ki, yaş artdıkça publisistin də olaraq dünya görüşü, dünyaya baxışı dəyişir və dərinləşir bir zamanda. Məsələn, tənqidçi kimi Əsəd müəllimin haqqında danışarkən bunu qeyd etməliyim. Tənqidçi kimi Əsəd müəllimin əgər 20 yaşında, 25 yaşında, 30 yaşında hər hansı bir əsəri bəyənilirsə, dəyərləndirilirsə, ola bilsin ki, 60 yaşında həmin əsərin münasibəti də dəyişsin və yenidən dəyərləndirməyə başlasın. Yəni ki, 60 il artıq ümumiyyətlə illər artdıqca insanın həyata baxışı da dəyişir. Əlbəttə tənqidçinin daha çox tənqidi baxmağa, ədəbiyyata daha çox tənqidi baxmağa meyillənir insan. Bu baxımdan 60 ilə tənqidçi üçün həddindən artıq gözəl və məsuliyyətlə dolu bir dövrdür. Burada Mərvaz kimi Şənan xanım gözəl bir məqamı vurğuladı. Dedi ki, Əsəd müəllim tənqidçi kimi çıxış edəndə
heç vaxt qarşısındakı adamı, yəni ya oxucu, ya əsəri müəllifi nəzərə alır. O yalnız həqiqətə xidmət edir və yalnız yazdığını həqiqət müamil edir. Doğrudan mən xanımın bu fikirlərinə tamamilə razılaşıram və deyim ki, mən tənqidçilik və çətinliyi ilə burada başladım. Əlinə qələm alan adamların 90% özü birinci sayı. Yəni bu yerdə tənqidçi olur. O birinci sayı adamı həm adamlarda da hər bir söz deyil. Ama çok böyük əsərlərdə və tənqidçilikdə əsas məqamında, yəni tənqidçilərin də çətinliyi bundan ibarət. Dünyası haqqında danışıqlar deyirlər ki, tənqidçi çox fərqli, hər birində fərqli bir əsərdir. Dostu ilə söhbətdə, dostu soruşduğundan böyle bir əsərdir, gözəl əsərdir. Tənqidçi deyib, belədir. O da gelir müəllifin danışır. Tənqidçi dönəmdə tənqidçidən soruşur, verirsən, mən hər yerə fərqli deyildim. Bəs dostumun yanında demişsin, belədir. Deyirlər ki, genç olmuş dostum yanında hərəkətində və qoyurlar. O dostum yanında hərəkətində. Və yəni tənqidçilərin həyatı həddindən artıq ədəbiyyat Məclisimiz gözəl davam edir və bu gözəl məclisdə bizim hörmətli ziyanımız, hörmətli alimimiz Sadiq Qarayev məclisdədir. Güvənlə təmin etmək müxtəlif tür bitkilərin yayıldığı sahələr var. Bataqlıq sahəsi, öz sahəsi, quraqlıq sahə. Toxumlar, bitki toxumları gəzir. Kim harada özünə uyğun yer tapılır, orada başlayır çoxalmalar keçir. İnsan da belədir. Dünya gələndən sonra dünyanı görür. Hər kəs öz Allah tamamı ona verdiyi genetik imkanlar insanına, arzusuna uyğun olaraq biri hərbici olur, biri həkim olur. Əsəd müəllimdə özünü ədəbiyyatda tanıdı. Əsəd müəllim az sayılı ədəbiyyat nümayəndələrindəndir ki, onda həm də ilahi bir hadisələrə, ədəbiyyata bir fəlsəfi baxa bilən istidadı var. Əsəd müəllimin ədəbiyyat tərəfdən həm də özü ədəbiyyatının bir hissəsini müəyyən bir yeni yollar getməklə, ədəbiyyata yeniliklər gətirən, onu təmsil edən, istər poemalar ilə, namaz poeması, səs poeması, xarı jurnal poeması, bunların hamısında elə bir çox sözlər, bəzi əsərlərdə olacaq, baxırsa bu sözlər gəlir, yata-yata gəlir, yavaş-yavaş gəlir. Amma burada elə bir çox sözlər bir xüsusi təyinatlı əsərlər kimi gəlir, bir-birinin dalınca gəlir. Fəlsəfə ilə gəlir, geniş bir ahitə ilə gəlir və qəribə şəkildə, belə deyək də, poeziyayla nəslin vəhdətidir. Əsəd müəllimin yaradıcılığı haqqında Sadiq xanımdan sonra danışmaq mənə necələr o qədər, mən özümü deyiləm, o qədər də düz deyil, öz fikirlərimi dedim. Əsəd müəllim həm də bir ictimai xadimdir. O ədəbiyyat nümayəndələrinin çətin günündə, baxırsan, birinin o müharibə çətinliyində, birinin xəstəlik çətinliyində, o pandemiya baxımız baxımının bir ziyalı mövqeyini. Deməli, Əsəd müəllim həm də çox gözəl bir ziyalıdır. Ona görə Əsəd müəllim sizi təbrik edirəm. Allah sizə daha çox ömür versin, sağlam yaşayın. Çox sağ olun. Bu günlər burada bizim Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, Turan Birliyi jurnalının təsisçisi, baş redaktoru Gülamay Murad, bizim Borsalının gözəl anası. Bir şiir, bir söz boşu. Həqiqətən fenomenlə Allah'a and olsun. Çünki 5 il mənim yanımda bir otaqda biz oturmuşuq. Ona görə onu mən bir güzgü kimi əziz balamın etkası da çox böyükdür. Həqiqətən. Biz tənqidçi olaraq onu almışdıq. Həqiqətən də bizim salamı da çatdırım ki, Özbəkistandan, Gürcistandan, Özbəkistandan
çapına. Bir kuş var, elə görür qapını. Darıxma mənsiz balam. Devlət də sizi özünü qiymətləndirər, xalq şair adını verər, mədəniyyət incəsənət xalim adını da alarsınız, şərəf ordularını da alarsınız. Mən o günləri sizə arzulayıram. İnanıram ki, devlətimiz də sizi onları alışlayıb, 60 ilimiz münasibətindən bu hədiyyələri sizə verəcək. Vallahi o qədər qarşılık ki, xəyalın misralar içində arzu bilərəm. Bütün yardımı olsam belə, bir fikir yerindən yaza bilərəm. Mən bu günləri Əsəd Balamın poeziyasının, ocağının, poeziya ocağının, söz ocağından keçdim. Özünün ocağından keçdim. Sizi təbrik edirəm oğlum 60 yaş münasibətindən. Var olun, sağ olun, Allah amanlığı deyirəm. Gözəl ziyalımız, gözəl şairimiz Zərifxan Yaqub Abbas Abdullah diyarının yetirməsi əziz qardaşınız Dədə Cəmal Məclisinin aparıcısı və o məclisi idarə edən bizim gözəl qardaşımız Ziyadxan Budaq bu məclisdədir. Onun övlət sözlərini eşidək. Əvvəla 60 yaş müdrikliyin və kamilliyin təntənəsidir. 60 yaş ömrün ahallıq və ixtiyarlıq çağımlarının astanasıdır. 60 yaşın bir özəlliyi də ondan ibarətdir ki, insan bu dünyaya gələndən sonra məhz özünü 60 yaşa qədər təsdiq edə bilir. Özünün uğurlu addımlarını da, şöhrətini də, şərəfini də, qoyduğu izi də bu 60 il müddətində həyata keçirir. Bu baxımdan hamımızın sevgilisi Əsəd Cahangir bəy 60 yaşına qədər çox gözəl iz qoymuş, qüdrətli gələn adamlarımızdandır. Mən çox böyük fəxrlə və məsuliyyət hissi ilə deyə bilərəm ki, bu gün çağdaş Azərbaycan ədəbiyyatında öndə gedən, yüksək qayğılı şairlərimiz, gələn adamların sırasında yer alan bir nəfər də məhz Əsəd Cahangirdir. Bugün o ədəbiyyatımızın öndərlərindən biri sırasındadır. Ona görə sevilir, əzizlənir, hamımız üçün doğmadır. Əsəd Cahangir haqqında danışanda qısa danışmaq bəlkə də məclisin reglamentinə uyğundur. Amma Əsəd Cahangir özü alovlu tribundur. Böyük şairlərdə özünün məlamətli çıxışları ilə geniş oxucu kütləsi qarşısında mətbuatlar, gözəl yazıları ilə həmişə gözəl düşmək eşqini, həvəsini, istəyini, zehnini, qabiliyyətini hamıya çatdırdığı üçün onun haqqında bugün qısa danışmaq da biraz bağışlanılmaz olardı. Əlbəttə mənim üçün belədir. Mən Əsəd Cahangir haqqında danışarkən onun yaradıcılığına qısa bir ekskurs eləməyi də özümə borcluyum. Əsəd Cahangir yaradıcılığını oxuyanda adam istər-istəməz özünü zamanın bölgün əsl oxucucu insandır. Özünü bir ziyaret insandır. Nəsə də oradan görüb götürdüyü bir necə deyirlər, mənbə kimi onun sahibinə hörmət göstərməyə çalışır. Əsəd Cahangirin yaradıcılığında üzü orta əsrlərin məşhur filosofu Bəhmaniyardan bəri keçən dövr ərzində cəmiyyətdə baş verən ədəbi proseslər, elmi bədii düşüncələr və fəlsəfi düşüncələr görürük ki, Əsəd Cahangir yaradıcılığının düşüncə yoludur. Əsəd Cahangir məhz xalqımızın folklor yaddaşından bəhrələnir, xalqımızın keçmişindən bəhrələnir, ədəbiyyatımızın dərinliyindən bəhrələnir və güclü qələm sahibi kimi bugün ortaya çıxabilirdir. Ona görə də görürük ki, onun yaradıcılığında istedadı, onun ilhamı, eyni zamanda zəhməsəvərliyi, qabiliyyəti və düşüncəsi onun yol yoldaşıdır. O, əzmkarlıqla çalışır, həmişə yazır, yaradır və ortaya qoyduğu əsərlər də istər-istəməz oxucular tərəfindən yaxşı qarşılanır, desəm azdır, sevilir, oxunur, əzbərlənir və yadda qalan olur. Buna görə də Əsəd Cahangirin 60 illik yaşı dövründə bax, bütün bunlar onun ən böyük uğurları sırasındadır. Sağ olunuz, bizim hamımızın görmüşsünüz.
Dövlət Məsəlimiz Qanundur. Buyurun, Əsas Cahangir haqqında siz öz fikirlərinizi deyin. Yəni insanda layiq olan nə qədər yaxşı hissiyatlar varsa, mən onun hamısını Əsəd müəllimdə görmüşəm və hiss etmişəm. Eyni zamanda mən uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşam və şahid olmuşam ki, fərq etmir, millətimizin qızı, oğlu, yəni bacı qardaş uzun müddət görmüşəm ki, məhkəmə proseslərində bir-birlərinə qarşı iddia qaldırıb və bir-birlərinə nəsə tələb edirlər. Amma mən hiss etmişəm ki, Əsəd Cahangir bir qardaş kimi işlədiyi yerdə cüzi bir maaş alsa da, o bacısına maddi cəhətdən hər zaman bayaq durur. Ona görə Əsəd Cahangiri çox istəyirəm, sevirəm. Əsəd Cahangir əsl insandır. Bir də onu qeyd edir ki, 60 yaş mənə elə gəlir ki, hər insanın bundan sonra yaşamaq dövrü başlayır. Arzu edirəm Əsəd Cahangir nəinki 100 yaşayır, son dövrlər qeyd edirlər ki, insanlar düzgün yaşasa, hətta 250 yaşa qədər yaşaya bilər. Sizə 160 yaşınızı qeyd etməyi sağ olun. Günləri bizim məclisimizdə Borçalımızın gözəl şairəsi, hamımızın sevimlisi, hamımız onun insanlığına, şəxsiyyətinə bir qadın simvolu kimi ona həmişə biz hörmət eləmişik və cavablarımızı Əsəd Cahangirə ürək sözlərini buyursun. Benim bu dünyada uyacağım iz yok, o dünyada karşılayacağım yüz düşündürür. Bu ne kadar hikmetamiz bir sözdür, ne kadar insanı düşündürür. Bu sözü dinlemek öyle bir insanın içinden gelir ki, bu artık biz nefsini Allah'a teslim etmiş olur. Her bir insan nefsini, zikredeni Allah'a teslim ederse, o evliyalık mərtəbəsinə qalxır. Mən Əsəd müəllimi bu evliyalar cərgəsində görürəm, ona görə ki, o həm bu dünyanın, həm o dünyasını fikirləşən insanlar evliyalıq mərtəbəsinə, evliyalıq yolu gedən insanlardır. Və mən bir dənə Əsəd müəllimə təvəkküllərimə qoşulub Zərifə xanım Suriyə orada çatdır bizə Əsəd müəllim. Bir yol sertifikasiya imkanını 150 səbəbdən gələ bilmədim. Və mən elə bir üzümdən deyəcəm, amma sonra Səadət xanımın təbrikimizə çatdıracağım. Cavahir 60 yaş bir zəfər tacıdır. Hər ildə həyatın bir nişanı var. Sənin yolun işıqlı, sözün aç. 60 yaşı mübarək, ey söz sultanı Əsəd Cahangir. Sizə Allah'ın özünün sağlamcan, işıqlı fikir diləklər 60 gün nurlu yüzülə çatsın. Söz sultanımız Əsəd Cahangir. Və mən Səadət xanımla icazənizlə dünyaya gəlişi mübarək, aləmə nur gəldi Əsəd Cahangir. Alimsən, şairsən, şamalı dərin, kəlamı dur gəldi Əsəd Cahangir. Senin sevgilin de, eşkin de məndən. Namətdə gel gəzdin, oldun mərbəddən. Yurt məndir, bilərdim hər yolda bilən. Gələndə bir gəldi Əsəd Cahangir. Oğul, hər yaraman soyundan bəlli. Allah'ın verdiği payından bəlli. Göylər omuzundan, ayından bəlli. Bayrağa bir gəldi Əsəd Cahangir. Gəlişi bənzəyi sultana xana. Yarışırsan Azərbaycana. Vətəni yol gedib, yönü turana. Ər oldu, ər gəldi Əsəd Cahangir. Utar anan olan, ucadı başı. Saz oldu, söz oldu, könül suyu açtı. Günün tamam olsun, 150 yaşlı. İlləri yar gəldi
gözəl məclisimizdə bizim cavan qardaşımız, gözəl şairimiz Nicat Ertürk bu məclisdədir. İstəyərdik ki, o da Əsəd Cahangir haqqında öz ürək sözlərini buyursun. Onda hər biri sabahlayıram, hörmətli təqdim iştirakçıları. Bu gün gündəki günlərdən fərqli olaraq gözəl bir gündür. Azərbaycanımıza 60 il öncə bir nur gəlir. Allah rəhmət eləsin anasını, anamız dünyaya Əsəd Cahangiri gətirir. Elə bir nur gətirir ki, bunu bütün Azərbaycana yayılır. Onurdan çoxları istifadə edib, yaxşı mənada Azərbaycana töhfələr bəxş edir. Əsəd Cahangir işığında çoxları müəyyən yerlərə çatırdı. Mən Əsəd Cahangir poeziyasını kateqoriyalara bölürəm. Ona görə ki, Əsəd Cahangir Azərbaycanın iqtisadi, siyasi, mədəni, elmi, ədəbi həyatında özünə məxsus yer tuturdu. Qardaş, mən səni təbrik edirəm Əsəd müəllim. Bir ışıq, bir güneş 60 il önce yayılıb nur saçıb böyük cahana. 60 il ömürdən çoxu bayağı töhfələr verdilər Azərbaycana. Sənət aləminin sultanıdır o, elmi, oqamı, ozanıdır o. Bu yurdun şairi, yazanıdır o, Tanrının lütfüdür Əsəd Cahangir. Baxışı, duruşu, yerişi matin, kestiği yolları çətindən çətin, gülür yeri olub daim millətin, yenilməz əskərdir Əsəd Cahangir. Qələmi qılıçdan iti, saf olub qəlbinin arzu niyyəti, mən onda görmüşəm hər cəsarəti. Vətən çırağıdır Əsəd Cahangir. Kestiği yolları şərəflə dolu, yolu Allah yolu, ədalət yolu, o haqqın carçısı, o haqqın qulu, elin mayağıdır Əsəd Cahangir. Qəlbi ateşlidir, gözləri dolu, sözləri mənalı, yanar anollu, elin fəxarəti qürurlu oldu, yurdun dayağıdır Əsəd Cahangir. Bəzən fınarazdır hərdən dəlikür, sözündən əzəmət hikmət tökülür, Cahangir imzalı durubdur möhür, mövvarə sayaqdır Əsəd Cahangir. Ömrünü firəvan yaşamır başa, xoşbəxtlik çək sənə tuş gəlsin boşa. 60 il nədir ki, 120 yaşa, Ertürk'ün ər dostu Əsəd Cahangir. Hamımızın şəxsiyyətinə hörmət bəslədiyimiz hörmətli ağsaqqalımız Sabir Sadaqlı. Bu Borçalı'nın sabahını dünyası iştahıdır. Bunun arkasında bir şehir var. Hamısını oxuyacağım çəkilirdi. Oxuyun bəs. Sadaqlının sədasını almışam. O el mənə doğmaları verdi. Çardan keçib mən yol üstə qalmışam. Bu ürəyimi titrəyən teridir. Yaz gəlində orada bağlar güllənər. Gülşən yollar, çaylar, daşar, seylənər. Ürəyimdə neçə duyğu dinlənər. Bu danışan Əsədin dilidir. Mirvari Dilbazi 1981-ci. Hüseyin bana Mirvari Dilbazi'nin deməli bana bir şehir yazdırdı. Bu özüm üçün. Duman eşkinə. Dəli kömrüm, gəl yollamaq dağlara duman eşkinə. Yurt yeri çağırır məni, düşmüşəm yaman eşkinə. Nəğmələr suya köhlənib, eşkimi göyə köhlənib, ürəyim neye köhlənib? Düşmüşəm kaman eşkinə. Gül çiçək mühə tamardı, ləçəklər şəhə tamardı, imanım ruha tamardı. Düşmüşəm iman eşkinə, bulaq batıb öncəsizdir, ilpari yoxdur, uçasızdır, çöllər daha xalçasızdır. Düşmüşəm səmən eşkinə, izim qaldı düzdə, çöldə, yorulmadım qalım uzaq yolda. Allah qıyma qürbət eldə, Sabirə, vətən eşkinə. Vətən eşkinə, vətənin deməli gələcəyi eşkinə biz yaşadıq və keçmişimizin hardan gəldiyimizi bildik. Biz Borçalı'dan gəldik. Borçalı'ya da hardansa gəlmişdik. Və Borçalı'nın bütün
insan olanda orada namuslar var idi. Ay gördüm bir-birine peşimişin erkesinde danışmırlar. Ay hangi bunu belirledim, ay bunu hangi belirledim, yakınlaştım. Ay dedim ay derdim, demişinde hangi sözü, dedi bana dedi bir borsaldan gelmiş. Onu zərbaqda dedim. Ben özümün xoşbəxt sayılancı. Bir vaxta ortalıqdan oxumuş bir yarmaq gedib imişlidən Əsəd Cahangir olub və Əsəd Cahangir Borsalıya qayıt. Burada əsasən Borsalı Qazax bölgəsindəndirlər. Heç olsun da bu kitab mərhum jurnalistimiz İlyas Adgözəlinin kitabıdır və redaksiya heyətində mən də varım. Sağ ol, Sabir müəllim, çox sağ olun. Hörmət elədiyimiz bizim gözəl ziyalımız, gözəl ağsaqqalımız Hüseyin müəllimə söz verirəm, bir təbrikini desin. Ben tabii şair olmadığım için öz şeirimi de okuyabilmeyeceğim. Ama Əsəd müəllim ürəkdən istəyirəm, çox sevdiyim bir dostluq, qardaşlığı. Təbrik edirəm ürəkdən. Doğrudan da 60 yaş elə bir yaşdır ki, nə az dövrü, nə çox dövrü, hər bir insanın həyatda ən müdrik bir dövrdür. Bu müdrik dövrdə mən sizin elə doğrudan da müdrikləşmiş bir ziyan olduğunuzu görürəm və arzu edirəm ki, növbəti yubileylərdə belə gözəl, sağlam, xoşbəxtlik qeyd edək. Bizim ən gözəl qardaşımız, gözəl yazıcımız Qəni Cəmalzadə bu məclisdədir. Buyurun, Qəni müəllim. 60'dan çox görüşlər keçirmişəm müxtəlif rayonlarda, kitabxanalarda, məktəblərdə, pansionatlarda görüşlər keçirmişəm və görüşlərimin də mənası, mərzi odur ki, kitabı, mütaliəni, Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını təbliğ eləməkdir. Buradan beni bütün bu rayonlar, keçdiyim rayonların hamısında mən çox arzulayıram ki və onlardan xahiş edirdim ki, cavan kontingentdən, yəni bizim cavan uşaqlarımızla bizi görüşdürsün. Və doğrudan da elə də olurdu, məktəblərdən, yaxud texnikumlardan, liseylərdən cavanları dəvət edirdi. Və mən bir şey deyə bilərəm ki, bu günləri Azərbaycan ədəbiyyatının ihtiyacı nədir? Birinci növbədə Əsəd müəllimin o tənqidi yazıları yoxdur. Azərbaycan ədəbiyyatına işıq saçır. Bizim yaşında bizdən biraz cavanları, formalaşmış insanlar, onları ədəbiyyatına dəvət etmək mənası bizə maraqlıdır ki, cavan nəsil 15, 16, 17 çünki mütaliənin vacibliyini biz onlara izah edelim. Bu bir faktdır ki, Azərbaycanda bu günləri kitab oxumur. Və mən çox gözəl bilirəm ki, bu günləri 600-700 bal toplamış uşaqlara sual verirlər. Ən sadə suallar. Kitabı, məsəl üçün, bir cümləsini xahiş edirsən ki, oxusun, öz sözləri ilə izah edirsən. Bunu eləyə bilmir. Baxmayaq ki, 600-700 bal toplar. Bu artıq formalaşmış bir insan, yəni gələcəyimiz onlardan asılıdır. Bu günləri söz olduğunda bizim hər birimiz sözə xidmət edirik və görüşlərimizi keçiririk və vaxtımızı sərf edirik, gözümüzün nurunu sərf edirik. Əsəd müəllim belə deyək, sözə heykəl qoyanlardan deyil. Səmimiyyətlə təbrik edirəm bu gün yaşı münasibəti ilə. Buna sağlam, uzun hərəkətli ömür və yaradıcılığında yeni uğurlar arzulayıram. Və mən Səadət Qutanın 75 illiyində Əsəd Cahangir belə bir etiraf elədi ki, mənim özüm də höküm boyun boşaldandır. Hətta deyəsən yalnız qızıl kesə kəndindəyiz. Əsəd müəllim, bu sizi, biz onsuz da sizi seviririk, sizə böyük hörmətimiz var.
Bu etrafınızla sizi bize daha çok sevdirdiler. Ben size bir tane liderler arasında yeni yollar. Erbəy Azəri bizim gözəl qardaşımız Xəzər jurnalının təsisçisi, başındaktoru və mən bu jurnalı burada göstərirəm. Bax, bu jurnalda Əsəd Cahangir haqqında neçə səhvə gedir? 4 səhvə ortaya qədər də Əsəd Cahangirdən yazılıb. Bax, bu da Əsəd Cahangir altımız. Çox sağ olun, bizim dəyərli qardaşımız bu jurnalı belə təsis edib, bu günlərdə Əsəd Cahangirə hədiyyə elədi. Son 2 ayda Əsəd Cahangirin bir məqaləsi ədəbi mühitdə dolaşır. Sözümün canı. Mən o məqaləni Dəvət qəzetindən hissə oxudum. Və Əsəd Cahangirə başladım qibtə eləməyə. O məqalədə çağdaş Azərbaycan ədəbiyyatında gəlmiş ilə 100-dən çox şairin yaradıcılığına münasibət edir. Və qibtə elədim ki, bu adamda bu qədər çox şaxəli şairlərin yaradıcılığı ilə tanış olmaq hardan qaynaqlanır? Səhərdən çıxışlarınıza qulaqsan və o çıxışlarda bu sevginin mənbəyini görülür. Bu sevginin mənbəyi Əsəd Cahangirin səmimiyyətidir. Hamımıza qarşı səmimiyyətidir. Çağdaş Azərbaycan ədəbiyyatına qarşı səmimiyyətidir. Mən buradan onun səmimiyyətini alqışlayıram, yeni deyirəm. Həm öz adından, həm təmsil etdiyi Xəzər jurnalının redaksiyası adından, orada çatılmış müəlliflər adından. Arzu edirəm ki, orada bu məqalədə adların səhvəli şairlərə də vaxt olsun, bunların da yaratıldığını gözləyirsin. Sağ olun. İstedat, Allah Cəbcəm Allah istedadı çox sənə verə bilər, amma piranəli, nuranəli hər insana, ufaqlığı hər insana verə bilir. Şükür, hər olsun Allah'a ki, bu piranəli, nuranəli, ufaqlığı Əsəd sahicində bərqərar olubdur. Ona görə xoşbəxt insanlardan biridir. Mən də əziz və dəyərli qardaşımızı 60 yaş münasibətilə ürəkdən təbrik edirəm. Gün olsun ki, 100 yaşının işləməsi yaxşar inşallah. Bilirsiniz, Əsəd Cahangir çox gözəl hiss edir ki, söz əşq və kainat arasında çəkilən bir bəsrət pərdəsidir və o pərdənin ilmələri olan hərfləri elə maharətlə çözməlisən ki, nizam pozulmaya və ona görə də Əsəd Cahangir həmişə ehtiyatla yanaşır sözə və sözü həmişə uzunlarda tutub. Çox sağ olun, var olun, həmişə kölgəmiz bu ədəbi cəmiyyənin üzərində olsun. Sizə uzun ömür, bərəkətli ömür arzu edirəm. Sağ olun. Hörmətli tədbir iştirakçıları, hörmətli Təbriz İmam, çox sağ olun, var olun və bugün bizim məclisimizdə Rafael Həbboğlu bizim gözəl qardaşımız məclisdədir. Buyursun Əsəd Cahangir haqqında ürək sözləri. Rafael Hüseynoğlu bir zamanlar ən ərkəzdən bir kitabı var idi, Minik Gecə. Bu kitab şərq dastanlarını bir növ arxada qoyan, Azərbaycanın klasik musiqi dünyasına dur edən bir monumental bir əsəri idi. Minbir Gecənin davamı olaraq. Bunu niyə dedim? Qısa, Əsəd Cahangirin bizim gözəl ziyalımız, tənqidçi, şair, ədəbiyyatşünas, filosof Əsəd Cahangirin kitablarından biri 13-cü gecə adlanır. 12 gecə, 12-ci gecə Şekspirin idi səhvələnmirsə və Əsəd Cahangir 13-cü gecə kitabından tamamilə yeni bir fəlsəfi ekskurs edilmişdi o dünyaya. Digər bir kitabı hələ burası deyim ki, Əsəd Cahangirin bugün yox, bir həftə sonra 60 yaşından olur. Bu 60 ilin 130 ilini biz tanışırıq. Onun ilk 10 ilini 96-2006, Diyalən 2006'dan isə tam 20 ildir Əsəd Cahangir'lə hər gün görüşməsək də həftədə, iş həftədə görüşürük. Əsəd Cahangir çox erudit, intellekt bir ziyalıdır, hər tərəflidir
ve onun şairliği ve edebiyatşünası üstleniyor. Dersetlermişliği üstleniyor şairliğini. Ama onun bir poeması var idi. İlk şiirlericilerinin birinden olduğu bir deniz kenarı Milli Park'ta her seferinin, her lisansının Peygamber hakkında, Hazreti Peygamberimiz hakkında olan poemanı Vakıf Bayatı Allah ona şefa versin. Mən və Əsad Cahangir üçümüz o poemanı sətir-sətir lisanımıza edirdik. Gözəl şairimiz, gözəl dostumuz, şərəfəli İlkin məclisləri buyursun mikrofonu verin. Yenə təzərrüat sözümə, sözüm tozunlardı. Sözüm tozuna ağır qardaşım, mənim dəyərli qardaşım. Birimiz ona 120 il arzuladı, birimiz 160 il arzuladı. Amma mən dəyərli qardaşım, əziz qardaşıma sözümü arzulayıram. Əsasən bağına basılan sözümü arzulayıram. Həmişə təzə qal, gümrah qal, sevimli qal, öpürəm səni. Tahir Şirvanlı Əsad Cahangirə nə arzuluyoruz? Çox sağ olun, minnətdaram. Böyük Hüseyin İsmail'in gözəl bir kəlamı var. Şərəf sırasında məclisdə susmaq, məsləhət zaman danışmaq gedir. Bu adi gün deyil. Bu adi gün deyil, sözüm dostum. Bəlkə də bugün adi gün deyil. Vaxtın qızıl vaxtı deyək bu günə, günlərin paytaxtı bu günə. Çünki bugün Əsad Cahangir'in qardaşımızın, dostumuzun en gözəl günüdür. Əsad Bey, sıracımın ülke Ahmet'in mesut olsun. Bu alemde ben sana, al bu benim bırakacağımı götürün sana. Bak gelem ağzıdır. Azerbaycan Eyval'da çok görkemli tenkisçiler olur. Kemal Tarıklar'da gibi, Mehmet Arif'ta gibi, Şahdaşlar Vakı Vakıfı'nın gibi. Sizin neredeyse şartınız var, tenkisçi gibi, güzel bir alim gibi, şair gibi, hansı sahiden baktık gördük, ben terakki sanmaz hala. Yine çok şükürüm tenezzülüm var. 60 yaşında zaman bu oldu. Hem nefretten çok kalbince olsun. Hem söz nefes kalan bu oldu. 60 yaşında zaman bu oldu. Başka arzum nedir? Rehberler derler ki, ben 15 yaşındaki dünya yaşında ele bir bütünlük kazanırdım. Eline saklı benim başımda uşağın arasında kalırdım. İsterim düzmanı başkalarına daha yapın çocuk sakarı. Eğer düzmanı düşen kanalsın, hiç de bakımını kazanırdım. Dün Əsad Cahangir'in güzel bir görün mübarek. Saadət Sərdar bu məclisdədir. Onun da Əsad Cahangirə ürək sözü var. Bu məclisin təşkil olunmağında hamıdan çox da onun əməyi var. Mən başdan ona təşəkkür edirik. Bugün şad gününü, günün mübarek. Yıllık başına doğma əzizlər hər bir keçən ayın ilin mübarek. Şeir adlı şirin dilim mübarek. Əsad müəllim o tanıdıqca gözlərdə ucalan insanlardandır. Mən düzünü desəm, bu yaxınlara kimi Əsad müəllimi o qədər də yaxından tanımırdım. Amma Əsad müəllimin özünü qeyd etdiyi kimi son zamanlar Borçalı Cəmiyyətinin tədbirlərində aparıcılığı ilə onun daha da yaxından tanımağa başladıqca onun istedadına, yaradıcılığına heyran qaldım. Əsad müəllim adında da bir belə hikmət var. Adı özünə yaraşan, özü adına yaraşan insanlardandır Əsad müəllim. Sizə uğurlar diləyirəm. Ad gününüz mübarək olsun və bir şey də qeyd edeyim ki, keçən illərdə mənim ad günüm idi 60 yaşım. Hər təhlükə qapım dedi ki, valla Saadət xanım sizə 60 yaş verildi. İndi Əsad müəllim, nə olacaq şu bayramlarda, maşallah. Heç sizi eşitməsəm, bilməsəm, mən 50 yaş gəldim. Sağ olun. Buyursun görək Şəfaq xanım Əsədə nə arzuluyor? Murat şəfasının xatirələri, qoxla nəfəsinin fənilləri, ömrün dan yerindən əsən yerləri, özgə bir ləzzəti, ayrılır tamam, sözün adamı. Anlayıb ömründə neçə gəlindən, xəyal çəkib səni çəkib bərinə, dünya düşüncə, dünyanın düşüncə bədəllərinə, zaman misra sözür adamı, sözün adamı. Bu keçib gəldiyin ömür yolunda, gözü doğrusunub bəzən yolunda, ürəkdən verilən bir savunun da isidir həmili közü adamı, sözün adamı. Ümidin yollarında cəfakeş oldun,
Hayat baştan başa keşmekeş oldu. Ömür kaça geldi, bir atmış oldu. Ezelden doğrunun yüzün adamı, sözün adamı. Yürek ağrı çekir, söz düşgende. Ocak evimdeyim, köz düşgende. Bir gelip bakışta göz düşgende. Doğma tekisidir gözün adamı, sözün adamı. Düşünce fahri, fikrin əsədi. Duygu çiçəkləri hər bir əzədi. İrfan dünyasının ruhun bəzədi. Ürək söz gözü, sözün adamı, sözün adamı. Elmira Əhmədə söz verək, onun da əsas sahidirə belə söz verir. Sen sahibini ben öyle yakınından masada, ben sizin sahibi sizin adınızı seveceğim. Sizin bunun altına verdiğiniz güzel sözlerine seveceğim. Ama ölmekten fikir etmem. Ona göre bugünlerin sesini dinledim. Allah uzunluğunu can sağlığı versin ve benim yaratığını cümle dostlardan gelen dostum ve bir de Borçal Cennet'in Serdar Hanım sesine teşekkür ederim ki bizim değerli ziyanlarımıza kıymet verir. Çok sağ olsun, var olsun. Ulu Xaləddin oğlu buyursun, Əsəd Cahangir haqqında o da belə söz verir. Əsəd Cahangir burada onun haqqında gözəl fikirlər söylərlər. Ən əsası da mən bu Elif'in Sadə xanım, onun yaratıcı haqqında geniş təhlil apardı və əsərlərin adını çəkdi. Mənim diqqətimi orada bir əsərlərdən birini cəlb elədi. Namaz haqqında tayılması. Mənim üçün çox maraqlıdır. Əsəd Cahangirin namaza baxış müqavini necədir? Və çox istəyərdim ki, onu müfayiməni əhəl eləyəm, oxuyam inşallah ki, tez səhvənizdə yəni olar Əsədlər. Oxuyam inşallah. Vaxtınızı çoxalmaq istəmirəm. Deyiləm ki, tərifləri qoşuram. Bizim dəyərli qələm dostumuz Məhəmmədə Göçməsizsə, uzun ömrü can sağlığı arzuyla, zehni daima aydın qələmdən yazar olsun. Sağ olun var. Vətəndaş cəmiyyətindən mübarizələndirmə ictimai çox ikəlim. Mən də bütün qonaqları salamlayıram. Əsəd Cahangirin 60 il yürüyülməsində səhnətdən təbrik edirəm. Mən Əsəd Cahangirin yaradıcılığına qiymət verə bilmərəm, o məsuliyyəti üzərində götürə bilmərəm. Çünki Əsəd Cahangir fikir adamdır, söz adamdır. O qədər özünə məxsus yaradıcılığı var ki, onu mən qiymət versəm, özümü qiyabır edərəm inşallah. Əsəd Cahangir sevgətən təbrik edirəm, özünə can sağlığı, yaradıcılığınıza uğura qalsın. Əlbəttə ki, Borçalı ilə də Qazax bir-birinə bağlıdır. Ona görə də biz sizin fonda həmişə almışlarımızı, xeyriyyətçi işlərinizə görə buyuruldur. Bu günləri Əsəd Cahangiri Qazax Xeyriyyə İctimai Birliyi sədri Profesör İlham Pürməmədov adından təbrik edirik. Ən xoş arzularımızı, ən xoş diləklərimizi çatdırırıq. Ümumiyyətlə, Azərbaycan poeziyası heyrətamiz bir poeziyadır. Poeziyada ad səyirmək, baş çıxartmaq hər oğulları deyil. Çünki bu poeziyanın Mehdi Hüseyni var, Cəfər Cabbarlısı var, Sənan Turğunu var. Bu günləri həmin poeziyada öz boyunu göstərən, öz səmiyyəti ilə xalqında, millətin arasında məhəbbəti qazanan Əsəd Cahangirə xoş günlərimizi, böyük ürək sözlərimizi çatdırırıq. Sizdə Mehdi Hüseyni dəyənəti, Vaqif məhəbbəti var şeylərimizdə. Allah sizi var eləsin. 60 il beləcə qaldı arxada, qönçəsi burnundan səhvdir hər il. 60 il bir ləkət düşmədarda, bu da hər olur, ürəyi deyil. Amma geniş yapmışlar ki, sizin sahilinizdə də var. Bir daha təbrik edirəm sizə hər birinizə can sağlığı. Əsəd Cahangirin sözü qızıldır. Sözünün nuru ilə könül fəthedir. Xəzinə misalı zərli bir sirdir. Sözünün nuru ilə könül fəthedir. Sözü mivari tək, düzü yanaşır. Savadlıdır, deyil, elində unaşır. Şeirlə geyinir, güllü, qumaşı, sözünün nuru ilə könül fəthedir. Bənim şərkili, ömrü olub yaz, müdrik kimi edir o elindən pərvaz. Sözü sınav çəkər, edir olmaz, sözünün nuru ilə könül fəthedir. El yolunda can koyan olur çok, senin kimi elden para olayım yok, olmayıp senin perde.
sözünün nuru ile könül fərqlidir. Bu dünyamız gecəni gündüz tırmanar, bən nəzərlər gözlərindən xoflanar. Ulduzlar da səmalarına torlanar, sözünün nuru ilə könül fərqlidir. Əsəd mənim ürəyimdə tanıdığım gündən böyük izlər bırakıb, şərəfini, peşəni şərəflə qazandım. Ad günü mübarək Əsəd müəllim. Allah sizə ömür versin, vaxtınızdan bırakın. Bunlar da böyük nailiyyətlərə, böyük yaşam. Mən 60 yaşdan sonra qələmlərim almışam. Ona görə sizə 60'ı çox böyük bilməyim. Sizin əsl başlama vaxtınız bundan sonra. Eşq olsun, övrənlərdir. Çox sağ olun. Əsəd müəllim, Allah sizə can sağlığı versin. Bir də uğurlu illərlə qarşılayasınız. Uğurlarınız bol-bol olsun. Biz də baxıb sevinək. Ən əsasında möhkəm can sağlığı arzu edirəm. Sağ olun. Hörmətli qonaqlar, hörmətli zəfət əhli, hanımlar, bəylər, xoş gəlib, səfa gətirmişsiniz. Gələn qədəmlər mübarək olsun, talih sizə yar olsun, ömrünüz saadətlə, qəlbiniz nurla olsun. Bugün tarixi bir gündür, hamımızın sevgisi, əziz qardaşım, Nazirlidir, Cümleydi. Əsəd qardaş, təbii ki, edirəm səni. Ulu Borçalımızın başıqarlı dağları, güldür bulaqları, bənzərsiz təbiyyəti, müsikar gözəlliyi, qəlbinə ayna, yoluna çıraq olsun. Ulu Tanrı səni sevənləri cümlə xalqımızı qorusun. Ömrümüz olsun. İndi də Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz müəllimə söz verəcəyik. Ramiz müəllim yekun sözündə sözünü deyəcək və bizim hədiyyəmiz var. Bütün xalqların ziyaları və adamları həmişə çalışırlar. Öz silahlarını milli oynamışlar. Çünkü milli oynamış, tarihi yandaş ise milli kimliğimizi ortaya koyuyor. Milli kimliğini bilen her bir halklar içerisinde böyle olur ve büyük hürmete malik olur. Tabii ki bundan sonra da yaratıcı insanlar ve neler adamlardan biri de Əsəd Cahangirdir. Borçalı Cəmiyyətinin İdarə heyətini və üzvlərinin adına bir daha Əsəd Cahangiri təbrik edirəm. Ona uzun ömür arzulayıram. Çünki şərəfli və ağır işdir apardığı işlər. Çünki yaratıcı insanların işi bəzən bizim üçün adi bir şey kimi qəbul olsa da onun gecəli gündüzlü zəhməti var, ağırlığı var və əsas yetkilə bu ağırlığı həmişə öz sizlərində gəzirməyi bacarır. Gün Borçalı Cəmiyyətinin həmişə olduğu kimi bizim yazarlar və alimlərimizə həmişə bizim hədiyyələrimiz olur. Bu hədiyyələri istəyirəm ki, bizim Əsəd Cahangirin şəhətinin portretinin yanında da bu hədiyyəni biz verir. Güzel bir deməli, Qarabağ türküləri deyirlər, Gürüstanlar deyirlər. Kimin keyfinə istəyir onu deyir. Ancaq mənə elə gəlir ki, biz Borçalı türküləriyik. Çünki Borçalı türküləri deyən zaman biz Turanı yada gətiririk. Çünki türkülər bizim Sakit Okyandan Balkanlara qədər bu coğrafyada yaşayırlar və eyni zamanda oradadırlar. Bu Borçalılar da bilirsiniz ki, Gürcistanın tərkibindədir, orada öz varlıqlarını sürdürürlər. Biz oraya gəlmə deyilik. Biz həmişə orada var olmuş və həmişə də biz orada var olaraq yaşayacağıq. Mən bir sirri açmaq istəyirəm, Əsəd Cahangir özü də zaten Borçalıdır. Çünki özü Borçalı əsillidir, yəni köç ediblər. Gediblər, Eləqanda evisində yaşayırlar, amma kökləri Borçalıdandır. Ona görə də bir
o qarapapaq türküləri deyirlər. Yəni qarapapaq türküləri bizim Borçalılara niyə deyirlər? Çünki Borçalıda bütün xalqların nümayəndələri yaşayırlar. Tatarlar, Gürcülər, Ruslar və ağlımıza gələn bütün xalqlar və o xalqlar bir-birindən fərqləndirmək üçün həmişə bizim cəmaata deyirlər, bax gəlin bu gördüyümüz bu qarapapaq türküdür. Yəni başında yekə qarapapaq olur. Ona görə onlara deyirlər həmişə qarapapaq türkü. Ona görə də Borçalı cəmiyyəti olaraq istəyirik ki, həm də eyni zamanda Əsəd Cahangirə biz həmən papağı da təqdim edək. Çünki papaq önəmlidir. Götür papaq kişi simvoludur. Papaq bizim üçün həmişə qeyrət simvoludur. Ucalıqdır. Böyle bir papağımız var. Əsl Turan budur. Başa papaq qoymaq gərəkdir, qardaş. Papaqsız başdan da baş olarmı heç? Çovğunu əsməsə, qarı yağmasa, söylə o qışdan da qış olarmı heç? Gəl bir Əsəd Cahangir ürəkdən almışlayaq. Bugün Əsəd Cahangir işığına biz yığışdıq və Əsəd Cahangir haqqında hamımız öz fikrimizi dedik, deməyənlərdən üzrü hesab eləsin. Çünki vaxtımız başa çatdı, sona yetdi və sonda Əsəd Cahangir bizim hörmətli ziyarətimiz, hörmətli qardaşımız, hörmətli alimimiz bu günləri ürək sözlərdir deyəcək. Mənə dəyər verib, qiymət verib, gözəl məkana təşrif buyurduğunuza görə öz adından sizin hər birinizə ürəkdən gələn ən səmimi minnətdarlığımı Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz müəllim başda olmaqla cəmiyyətin bütün üzvlərinə ürəkdən gələn səmimi minnətdarlığımı. Bu məclisin saat yarımdan artıq 2 saata yaxın ağırlığını daşıyan, böyük məharətlə, böyük salonla tədbir aparan şair Rasul Vəlilərə Çaylıya ürəkdə gələn səmimi minnətdarlığımı. Gözəl sözlərinizə, mənə həsr elədiyiniz şeirlərinizə görə sizə ürəkdən gələn minnətdarlığımı. Mən sizin hesabınıza, sizin məhəbbətinizin hesabına Azərbaycan ədəbiyyatı tarixində ən çox şeir həsil olunan tənqidçiyəm bəlkə də. Mən inanmıram ki, ikinci belə bir tənqidçimiz oldu. Bu yaxınlarda mənim Əsəd Cahangir 60 seriyasından kitabım çıxır. Orada mənə həsr olunan məqalələr, təbriklər, şeirlər və aparılan müsahibələrin bir qismi dərc olacaq. Və orada o şeirlərin hələ yalnız bir qismini, yəni 60-a yaxın mən şeiri toplamışam. Bəlkə bir 60 şeir də kənarda qaldı. Yəni, gec təqdim elədilər şeirləri, bəziləri. Görünür, ikinci bir kitab çıxartmalı olacaq mən. İnsan yaşayır, illər gəlir, keçir, saçlarına dən düşür, çətinliklər çəkir və elə bilir ki, heç onu görən, dəyərləndirənlər yoxdur. Amma müəyyən bir məqam gəlir çatanda, birdən-birə o yaşadığı illərin ağracılarının qarşılığında mükafat kimi insanların böyük məhəbbəti ilə üz-üzə qalırsan. Heç özün heç bir təşəbbüs göstərmədən bana. Bu Allahın ədaləti və insanların vicdanı ilə başlayır. Bu ədaləti insanlara bəxş edən Allahımıza eşq olsun. Belə gözəl, vicdanlı münasibətinizə görə mən sizə öz minnətdarlığımı bildirirəm. Və mən sizə deyim ki, məni ədəbiyyata gətirən yol bilmirəm heç hanına başlayım. Niyə mən ədəbiyyatçı olmalıyım ki? Sizin ailənizdə şair yox idi, yazıcı yox idi, professor yox idi. Amma elə bir 5 yaşından, 6 yaşından ağlım kəsəndən mənim boyuma düşmüşdü ki, mən dərs oxumalıyam, mən şeir əzbərləməliyəm. Biz orta məktəbdə 18 nəfərdən ibarət idik. Onların heç birisi heç nə oxumurdular. İnanın ki, biz də kitabımızı açmırdı. Amma elə bir ki, mənim boyuma düşmüşdü, uşaq vaxtından bir məhkumiyyət kimi. Bütün fənləri özü oxumalıyım.
təkcə dövlətin tarihi yox, texniki fənlərində, riyaziyyatda, fizikamda. Baxmayaraq ki, o elmlər mənim üçün o qədər asan deyildi, amma özümü məcbur edərək kayələri əzbərləyirdim, fizikadan məsələləri eləyirdim, astronomiyada oxuyurdum. Yəni, nəhayət bu yol gətirdi. Mən atam istəyirdi bir düşünməz olan, bazı istəyirdi tarih babasında oxuyan. Ta ki, Fərman İsmailov Universitetdə müəllimimiz, o filosof olmamı istəyirdi. Rejissor Lütfü Məmmədbəyev mənim məsləhətlərdəki rejissorluğuna gedim. Mən ona görə ədəbiyyatçı oldum ki, başqa sahələrdə sadəcə gedə bilmirəm. Mən yəni ədəbiyyat mənə ən vəfalı bir sahə oldu. Bəlkə də rejissor olmaq nəsə başqa bir istedad da tələb edirdi, qabiliyyət tələb edirdi, hüquqşünas olmaq, tarixçi olmaq və s. və s. və s. Amma yəni ədəbiyyat elə vəfalı bir sahədir ki, heç nəyi bacarmasan belə, gəlib mən ədəbiyyatçı olan bilirsən də mən öz payıma deyirəm. Və bu mənada söz mənə ən vəfalı bir düşüncə sahəsidir. Mən də belə gəlir ki, sözdə vəfalı olmuşam. 99-cu ildən Qaçılar birində işləyirəm, 93-cü ildən 99-a qədər mətbuat sahəsində çalışmışam. Bu müddət ərzində ən müxtəlif sahələrə mən işə dəvət edirəm. Nazirliklərdən biri, ali məktəblərdən biri. Hansısa nazirlik mətbuat xidmətinin rəisi, nazirlikdə məsələn şöbə əməkdaşı, mədəniyyət nazirliyində tutaq və s. universitetləri və s. və s. İndiki aldığım maaşdan qat-qat artıq yüksək maaşla işə dəvət edirlər. Mən kirayədə qalmışam, bu aldığım maaşın kirayə pulunun heç yarısını ödəməyim, elə vaxtlar olur ki. Halbuki o yaxşı maaşlı işlərə mən getməmişəm. Çünki mən başa düşmüşəm ki, mənim yerim buradır. Çətin də olsa maddi cəhətdən, sıxıntılı da olsa, nə də olsa mən heç yerə gedə bilmərəm. Hətta mən ədəbiyyat qəzetinə məni mavin göndərdilər 2004-cü ildə qurultaydan sonra. Anar müəllim dedim, Anar müəllim, çox sağ olun. Təklifinizi çox yüksək qiymətləndirirəm. Amma mən Yazıçılar Birliyindən kənarda işləyə bilmərəm. Mənim belə bir ki, o bağışlayın ifadəmə görə anamın bir sözü var idi. Çox sözü istəyirəm. Elə bir göbəyimi kəsib o Yazıçılar Birliyindən tutmalı. Həm Türkiyədə, Qazi Antəpə, mən 94-cü ildə türklərlə işləyirdim. Dedilər ki, ilahiyyat sahəsi üzrə oxu, filan, peşməkan, orada sonra sən ilahiyyat üzrə böyük bir alim, ərəb fars dillərini öyrənməzsən, Quranı öyrənməzsən. Yenə də mən, yəni ədəbiyyatı mən atıb gedə bilmərəm heç bir yerə. Bu mənim ən doğma sahəmdir, mənim ən əziz sahəm. İnanın mənə, tam səmiyyət edirəm. Ən yüksək maaş təklif olunsa mənə, ən böyük vəzifə təklif olunsa bugün, mən yenə də Yazıçılar Birliyi və ədəbiyyatı keçirdim. Çünki bu mənim ağlı yazımdır, bu mənim talihimdir. Mən bundan qaça bilmərəm heç. Mən çox danışdım ola bilsin, sizin hamınızdan çox özür istəyirəm. Həyatımda böyük rol oynamış insanlar var. Nizami Cəfərov, Atatürk Mərkəzinin direktori mənim müəllim olduğundan yerdən göndərilər razıyam. Sonra Tofiq Hacıyev universitetdə müəllim oldu, Allah ona rəhmət eləsin gəlinəni. Çox vaciyası var, həlak oldu. Allah ona, mən ruhuna Allahdan rəhmət diləyirəm. Və təbii ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, çox hörmətli Anar müəllim. Məni 94-cü ildə ondan intervyu almışam, sonra təkidlə özü 2 dəfə dedi ki, sən gəl Yazıçılar Birliyində, mən dik qaldım, ayağa sıxıldım ki, Anar müəllim, mənim Yazıçılar Birliyində nə işim var? Mən Səməd Orqun deyirəm, Hüseyin Çatın deyirəm, İblis yazmamışam, Vaqif yazmamışam, mən İsam Ulanla deyirəm, İdeal yazmamışam, hansı mənə baxatla mən Yazıçılar Birliyində olmam? Anar müəllim dedi, əyləşdirməli. Dedi, sən tənqidçi kimi buranız olasın, sənədlərini gəlir. Mən də heç bir kitab belə çıxır, bir-iki məqalə belə çıxır. Gətirməm sənədlərini. 2 ildən sonra bir də ondan jurnalist gibi gəldim yanına, özü qayıtdı ki, sən sənədlərini gətirdin, dedim, xeyr olar. Dedi, niyə? Dedim, Anar müəllim, siz çox sağ olun, nəzakət xatirinə, gənc bir oğlana, mənəvi dəstək vermək üçün demişsiniz. Amma bu demək deyil ki, mən bundan sui-istifadə edib gəlib Yazıçılar Birliyində daxil olalım. Dedi, yox Həsən, mən nəzakət xatirində deməmişəm. Ciddi təklif eləmişəm. Təklifimin ciddiyyətinin təsdiqi kimi bir də təkrar edir. Sənədlərini gətir, Yazıçılar Birliyində təqdim edir. Mən də dedim, Anar müəllim, sizin kimi ciddi bir adam. 2 ildən sonra yaddan çıxartmayın, təkrar bu təklifi mənə eləyirsə, deməli mənim burada yerim var və mən gələ bilərəm, beynimə girdim. Sənədlərini gətirdim, verdim, bir həftə sonra, 6 aydan sonra mənə ümumi şöbədə zəng oldular ki, gəl vəsiqəni aparsan, artıq Yazıçılar Birliyində üzləsən. Sonra 99-cu ildə özüm Anar müəllimə müraciət edim ki, Azərbaycan jurnalında boş yer var, məsləhət görərsinizsə mən onda işləmək istəyərəm. O da dedi, niyə məsləhət görmür? Lap yaxşı məsləhət görmür. Qoy danışım, Azərbaycan jurnalı başlayır.
beləcə mən orada başladım fəaliyyətə. Ta 2024-ə qədər, 2024-də də Bəyli Təcrübə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin olundu. Bu artıq çox adamlar yanında saxlayan bilmir. Füzuli müəllimin rəhbərliyi ilə ictimai bilgiləri kimi çox uzundur. Ona görə bəlkə də ədəbi əlaqələrindən ixtisar elədim, belə təklif edəcəm görüb qəbulünüzə. Bədii Tərcümə Mərkəzi. Məsələn, ədəbi əlaqələr hamı çaşır. Vəliyə burada yazdım verir. Vəli burada mənim yazımla ən yaxın dostum, təsəvvür edin. Hamınıza bir daha buraya gələn minnətdarlığımı bildirirəm. Çox danışdığıma görə sizdən üzr istəyirəm. Atamın ruhuna Allahdan rəhmət edirəm. Bütün ölənlərimizin, dünyada ölənlərimizin ruhuna Allahdan rəhmət edirəm. Şəhərlərimizin ruhuna Allahdan rəhmət edirəm. Qazilərimizə can sağlığı edirəm. Prezidentimizə, onun sanına Allahdan can sağlığı edirəm. Dövlətimiz var olsun, bayrağımızı ən ucalarda qabul alsın. Bu gözəl məclisdə mənim Erdoğan cənablarına yazdığım şeyi çox gözəl olduğuna görə Ramin qardaşıma minnətdarlığımı bildirirəm. Bu işi təşkil etdiyinə görə Ramin qardaşıma minnətdarlığımı bildirirəm. Xahiş edirəm mənim minnətdarlığımı Ramin burada yoxdur, ona da çatdırasınız. İcazənizlə 49 yaşında yazdığım bir şey var. Onu oxuyaram, ama elə o bütün yaşlarda o rəqəmi dəyişmək mümkün oxuya bilərəm. Çünki mən inanmıram ki, bir ligindən ad vermən nəsə şey edəcəm. Bazardan qəfil pişiriyib, çiğnəmək olan uşaq. Az qalır ki, çiğnim sına, qanatları sınmışa bağlı. Buruk fələyin qulağı, hansı vaxtda buruk gəlir. 62 gözlüyürəm, indi niyə buruk gəlir? Çiğnəmək olan quşun sağı var, solu görünmür. Üzümə nəfəsi dəyir, qanadı qolu görünmür. Göz yaşımı dənləyən boş, kimsə yox dən versin sənə. Anam gəlsin, atam gəlsin, isti yuva hörsün sənə. Oğlan nə ana südündən, nə ata qanından gəlir. Çiğinlərə qonan quşlar Allahın yanından gəlir. Sənə haqqın quşu qonur, sənə haqqın quşu qonur, bəxtəvər olur başına. Dindiyində söz gətirir Allahdan 60 yaşına. Çiğninə quşlar qondusa, anan olmaz, atan olmaz. Daha quş olub uçarsan, daha səndən adam olmaz. Hamı xahiş edirəm, bugünkü gün gözəl bir gündür, yubiley günüdür. Hamımızın gəldiyi yerdə xatirə bir şəkilimiz olsun. Hamımız bir elə gəlir. O şəkildən əlavə Ramiz müəllim, Əsəd Cahangir haqqında bir mahnı var, o burada səslənsin, sonra... Koymadın adamlar
Kadra girirsən hər dəfə, səbət arxamdan keç. Sən mən gələndə necə?